Naxçıvan Dövlət Universitetinin tələbələri üçün dövlət sektorunda audit mövzusunda keçirilən təlimlər yekunlaşıb. Bu münasibətlə Ali Təhsil Ocağında tədbir keçirilib. Bütün təlimlər həyata keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yener'in rəhbərlik etdiyi nümayəndə heyəti, Milli Məclisin komitə sədrləri Azər Əmir Aslanov və Sadiq Qurbanov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, həmçinin Hesablama Palatası və universitetin digər əməkdaşları iştirak ediblər. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq münasibətləri barədə ətraflı məlumat verib. O, dövlət sektorunda audit mövzusunda keçirilən təlimlərdən danışaraq, onların dövlət maliyyə nəzarətinin gücləndirilməsi və kadr hazırlığının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Vüqar Gülməmmədov təlimdə yüksək fəallıq göstərmiş tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişdirilməsinin palatanın hədəflərindən biri olduğunu bildirib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təlim proqramlarının tələbələrin peşəkar bilik və bacarıqlarının artırılmasına töhfə verdiyinə diqqət çəkib. Rektor, universitetin bakalavriat və magistratura təhsil səviyyəsində təhsil alan mühasibət uçotu və audit, maliyyə və digər profilli ixtisaslardan olan tələbələrinin cəlb olunduğu təlim proqramını Muxtar Respublikanın kadr ehtiyaclarının qarşılanması prosesinə müsbət təşəbbüs olaraq dəyərləndirib. Tədbir zamanı dövlət sektorunda audit mövzusunda keçirilən təlim proqramının əsas istiqamətləri və nəticələri barədə ümumi təqdimat da nümayiş etdirilib. Təqdimatda təlimlərin məqsədi, proqramın strukturu və əhatə etdiyi mövzular barədə geniş məlumat verilib. Bildirilib ki, ümumilikdə 3 aylıq müddəti əhatə edən təlimlərdə universitetin 22 tələbəsi iştirak edib və onların nəticələri qiymətləndirilib. Qiymətləndirmə prosesi bir neçə mərhələdə həyata keçirilib. İlkin mərhələdə test, sonra yazılı imtahan, daha sonra isə müsahibələr təşkil olunub. Naxçıvan Dövlət Universiteti tərəfindən təlimin təşkilində göstərdikləri dəstəyə görə Hesablama Palatası nümayəndələrinə təşəkkürnamələr, plaketlər və hədiyyələr təqdim edilir. Sonda təlim proqramını uğurla başa vuran tələbələrə nəticələrinə uyğun sertifikatlar təqdim olunub. Tədbir Universitet Konservatoriyasının kamera orkestrının ifasında konsert proqramı ilə davam edib. Sevgilim, göz görür gönül sevir seni inan. Sevgilim, göz görür gönül sevir seni inan. Naxçıvan Dövlət Universitetində də növbəti bir uğura imza atıldı və burada ən layiqli, yüksək göstəricilər nümayiş etdirən tələbələr artıq təqdim edildi və biz hesab edirik ki, bu həmin tələbələrimizin gələcək həyatında onların xidməti peşəkar fəaliyyətində ilk uğurun başlanğıcıdır. Onlar üçün xeyirli olsun. Onlar həm Azərbaycanımız üçün, həm Muxtar Respublika üçün özlərinin töhfəsini verəcəklər. 3 aylıq müddətdə Hesablama Palatasının 20 əməkdaşı tərəfindən 14 mövzu üzrə 42 saat təlimlər keçirilmişdir və burada bu tədbirdə Türkiyə Hesablama Məhkəməsinin sədri, komitə sədrləri iştirak etmişlər və qeyd etmək istəyirəm ki, bu tədbir kifayət qədər uğurlu oldu. Bu programın kapanışında yer almaktan Türk Sayıştayı ve Azerbaycan Sayıştaylarının da bu tür ilişkileri daha da ileriye gitmesi açısından bu törende bulunma bizim açımızdan büyük bir önem taşımaktadır. İnşallah ileride Türkiye'deki üniversitelerle Naxçıvan Üniversitesi ve Türk Sayıştayı ile Azerbaycan Hesap Palatası ortak program yaparız. Azərbaycanın 5 milli prioritetlərindən də biri rəqabət qabiliyyətli insan kapitalının hazırlanmasıdır ki, yəni bu da həm də Naxçıvanda da sürətlə belə ki, bu proses davam edir. Dövlət orqanları ilə, o cümlədən də Hesablama Palatası ilə belə bir audit sektorunda təlimlərin keçirilməsi, tələbələrin ki, Azərbaycanın indidən gələcək həyatında rol oynamaq üçün özlərinin hazırlanması nöqteyi nəzərindən çox müsbət bir addımdır. Çox sevinirik ki, təlim proqramında seçilmiş tələbələrimiz, 20 tələbəmiz yüksək nailiyyətlər göstəriblər. Onların hamısı sertifikatlarla təmin olunub. Onların içərisində 8 nəfər fərqlənmə sertifikatına layiq görülüb və ümidvarıq ki, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət qurumlarında vakant olan dövlət audit xidməti ilə, mühasibat çoxu və maliyyə işi ilə əlaqədar olan
vakansiyaların tutulmasında bu təlimdən keçmiş, sertifikat almış məzunlarımız öz yerlərini alacaqlar. Xosrov İbrahimov, ATV Səyyad Cəmil Məhərrəmov, NTV Xəbər.